Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi iki ərzaqdan bol kalorili spanaq qovurması hazırlayacağam. Bunu necə hazırlayıram? Buyurun, izləyin. Həm asan, həm tez başa gələn bol vitaminli bir yeməkdir. İlk öncə nə edirəm? Gördüyünüz kimi həyətimdə özüm əkdiyim, becərdiyim spanaqları yığacağam. Spanaqlar çox hündür olduğu üçün bunların kötüklərini qırıram. Yalnız baş hissələrini götürəcəm. Həyətdən spanaqları topladım və bunları mətbəxə gətirdim. Bunları təmiz-təmiz yuyub doğrayıram. Spanağın nə qədər faydalı olduğunu hər kəs bilir. Çox faydalı bir bitkidir. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Bəli, gördüyünüz kimi spanağın hamısını doğradım. İlk öncə bunu pörtlədirəm. Səhifəmdə bir çox göy qovurmasının reseptləri var, kükünün reseptləri var. Bu biraz fərqli formada hazırlayıram. Çünki bunu ilk öncə pörtlədib sonra soğanla qovuracam. Bu da tam bir başqa dadı olur, fərqli bir dadı olur. Spanağımızı pörtlətdim və bunu aş süzəndən süzdüm. 2 baş soğanı da xırda-xırda doğrayıram. Soğanlarımızı doğradım, bunları qovururam. Soğanımız biraz qovruldu, spanaq üzərinə əlavə edəcəm. Az ərzaq olmağına baxmayaraq çox dadlı, ləzzətli bir yemək alındı. Üzərinə duz əlavə edib bunu yaxşı-yaxşı qarışdırıb soğanla bunu qovururam. Soğanla da bunu yaxşı-yaxşı qovurdum. Üzərinə 4 ədəd kənd yumurtasını əlavə edəcəm. İlk öncə yumurtanı yaxşı-yaxşı qarışdırıram. Gördüyünüz kimi yumurtanı üzərinə əlavə etdim. Bunu qarışdırmıram. Necə yumurtanı əlavə etdim, elə də qapağını bağlayıram. Bütöv çıxsın deyə bu formada edirəm. Gördüyünüz kimi qırılmadan, əzilmədən bütöv çıxdı. Möhtəşəm görüntüsü oldu. Mən üzərinə qatıq əlavə edəcəm. Çünki qatıqla daha dadlı olur.
Bəli, dəyərli izləyicilərimiz, bu da bizim az ərzaqla, bol vitaminli yeməyimiz hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.